Bugün müşterinin şikayəti Toz-Soranda yerləşən maye dispenserinin ərməsi olub. Hal-hazırda əlimdə tutduğum bu dispenser qabı yenidir və yetərincə möhkəm bir plastikdən hazırlanır. Bu isə müştərinin bizə gətirdiyi dispenser qabıdır. Müştəri Toz-Soran üçün nəzərdə tutulmayan kimyəvi mayeni əlavə edib və Toz-Soranda ərimə prosesi başlayıb. Kimyəvi maye güclü olduğundan dispenserə əridib, təbii ki, bu da sızıntıya səbəb olub, həmin maye Toz-Soranın digər hissələrinə keçərək Toz-Soranı sıradan çıxardıb. Bəzi istifadəçilər xlor, net və ya fer əlavə edir. Bu mayələri qətiyyən Toz-Soranlara əlavə etmək olmaz. Robot və vertikal Toz-Soranlar üçün nəzərdə tutulmuş yuyucu vasitələr var. Əldə edən zaman mütləq şəkildə Toz-Soran və döşəmək üçün olduğuna nəzər yetirin. Əgər yuyucu vasitə bitibsə və hələ də əldə etməmisinizsə, bu problem deyilsə, adi su ilə yumağınız məsləhətdir. Bunun Toz-Sorana heç bir ziyanı yoxdur.